Salam değerli şagirdlər. Natural ədədlərin ikinci bölməsindən sual icraatına davam edirik. Deməli, fərq azalandan 147 var kiçikdir. Çıxılanı tapın. Uşaqlar, azalanla fərq, azalan, çıxılan, sonra fərq gəlir. Əgər fərq azalandan 147 var kiçikdirsə, deməli, bunların fərqi azalan fərq çıxılanı verir. Bu 147-dirsə, deməli, elə bu da 147'dir. Yəni sualın cavabı elə sualda var. İkinci sual rəqəmləri müxtəlif olan 4 rəqəmli ədədlərdən ən böyüyü və rəqəmləri müxtəlif. Deməli 9 ilə başlayır. Müxtəlif olduğu üçün 8, 7, 6 bu şəkildə davam eləyir. Ən balaca hansıdır? 1 ilə başlayır. Diqqət eləyəcəm. Burada 0 da gələ bilər ikinci rəqəm. Bunların fərqini istəyir. 3, 5, 8, 8. 8853. Olur E variantı. Hemen bunun qalemini seçmişəm. Davam eləyək. Üçüncü sual. Üçüncü sualda uşaqlar. Bizə deyir ki, bunu A ilə ifadə edin. Burada nəyə diqqət eləyəcəm? Burada diqqət eləyəcəm ki, 2221 və 1-in fərqi. Baxın, bu aradakı fərq 2220-dir. 3 və 2223-ün fərqi də 2220-dir. 5 və 2225-in fərqi də 2220-dir. Və ən son 19 və 2239-un fərqi də 2220-dir. Deməli, mən aşağıdakı sıradan, aşağıdakı cəmdən yuxarını çıxanda hər uyğun olanda 2220 alınır. Deməli, ümumi bunların fərqini tapmaq üçün, yəni aşağıdakından A-nı çıxanda neçə alındığını tapmaq üçün mən bu 2220-lərin sayını tapmalıyım. Birinci yuxarıdakı ədədlərin sayını tapaq. 1-dən 19-a qədər diqqət edin 2 artır. Bu ədədlərin sayını tapmaq üçün ən böyükdən ən balacanı çıxıb artış miqdarını, yəni aradakı fərqə bölüb üstünə 1 gəlirəm. Eləyir 10. Deməli, burada 10 dənə ədəd var. Aşağıda da 10 dənə ədəd var. Deməli, 10 dənə 2220. Bunun üzərinə A-nı əlavə eləyəndə, çünki mən aşağıdakı ifadədən A-nı çıxanda bu ifadə alınmışdı. A-nın üzərinə bunu gəlsəm olacaq cavab. A üstəgəl 22200. Dördüncü sualda gəlin baxaq. Oxşar sualdır. Eyni şeydir uşaqlar. Fərqə baxın. Fərq burada. Burada fərq 230'dur. Hamısı 230, 230, 230 gedir. Sayılarını tapacağım. Deməli, necə tapırdıq? Sonuncu ədəd çıxılsın birinci ədəd, bölünsün aradakı fərq, üstəgəl 1. 7. Bizə nə lazımdır? Bu ədədlərin sayını tapmaq. Tapdıq. Deməli, 7-dən 230, A-nın üzərinə gəlirəm. A üstəgəl 1610. E variantı. Davam eləyək. 5-ci sual. 5-ci sual deyir ki, 2 natural ədədin cəmi 474'dür. Onlardan birinin axırıncı rəqəmi 1'dir. Əgər bu rəqəm silinərsə ikinci ədəd alınır. Deməli, 2 dənə ədəd var. Bunların cəmi 474'dür. Onlardan birinin rəqəmlərindən birini silir, axırıncı rəqəmini silir, digəri alınır. İndi deməli, burada bir 3 rəqəmli ədəddir ki, son rəqəmin siləndə digəri alınır. Və son rəqəm nədir? O silinən rəqəm 1. Deməli, 1 ilə bitir, 3 rəqəmli bir ədəddir. Belə A, B, 1 şəklində bir ədəddir. Onun son rəqəmini siləndə də nə qalır? Qalır A, B. Və bizə deyir ki, bunların cəmi nəyi verir? 474'ü verir. Bu ədədlərin fərqini tapın. Baxaq, buradan B 3 çıxır. 1 ilə B-ni toplayana 4 elədiyi üçün. B 3-dürsə A-mız olur 4. A 4. Ədədlərin fərqini tap deyir uşaqlar. Ədədimizin biri olur 431, digəri 43. Çıxdım. 388. Oxşar bir 6-cı sualımız var. 6-cı suala baxaq. 2 natural ədədin cəmi 465'dir. Onlardan birinin axırıncı rəqəmi 3'dür. Deyirəm A, B 3. Axırıncı rəqəmi də siləndə digər ədəd alınırmış. A, B alınırmış. Cəmləri də nədir? 465'dir. B'miz 2 oldu uşaqlar. B 2 olanda A'mız oldu 4. Ədədlərin fərqi, ədədimizin biri oldu 423, digəri 42. 381.
381 oldu cavabımız. Davam eləyək. Ardıcıl 100 natural ədəddən ən kiçik və ən böyüyünün cəmi 559-dur. Ardıcıl 100 natural ədəd. Ardıcıl ədədlər neçə artır uşaqlar? 1-1. Deməli, birincisini A desəm, ikincisi A üstəgəl 1-dir, A üstəgəl 2-dir. 100-cüsü uşaqlar A üstəgəl 99-da. Çünki bundan 99 ədəd sonra. Baxın, 1 ədəd sonra üstəgəl 1-dir, 2 ədəd sonra üstəgəl 2-dir. 100-cü ədəd A üstəgəl 99-u olacaq. Bizə deyir ki, ən böyük və ən kiçiyinin cəmi, yəni A ilə A üstəgəl 99-un cəmi 559-dur. Buradan 2A 460 çıxır. A da olur 230. Bizdən ən kiçiyini soruşur. Elə 230 olur cavab. 8-ci sual. 8-ci sualda ən böyük 4 rəqəmli natural ədədlə ən böyük 2 rəqəmli natural ədədin fərqi. Ən böyük 1 rəqəmli natural ədədən neçə dəfə böyükdür? Ən böyük 4 rəqəmli natural ədəd. Burada rəqəmləri fərqli filan demir. 9999. Ən böyük 2 rəqəmli natural ədəd 99. Deyir ki, fərqi ən böyük 1 rəqəmli ədəddən, yəni 9-dan neçə dəfə böyükdür? Bu olur 9900 böl 9, yəni 1100. 9-cu sual. Ən böyük 5 rəqəmli natural ədəd. Ən böyük 2 rəqəmli natural ədəd. 1 rəqəmliyə bölürəm. 99900 böl 9. 11100 olur cavab. 10-cu suala baxaq. Cəmi 2500 olan 2 natural ədəddən birinin sonuna 7 rəqəmini əlavə edib, digərinin sonundan 6 rəqəmini sildikdə alınan ədədləri bərabər olar. Həmin natural ədədlərdən kiçiyinin rəqəmlərinin cəmini tapın. Gəlin birinci buna belə yanaşaq. Bu ədədlər neçə rəqəmli ədədlərdir? Neçə rəqəmli ədəddir ki, onlardan birinin bir rəqəmini silirəm, digərinə bir rəqəm əlavə edirəm və eyni ədəd alınır. Belə çıxır ki, bu ədədlərdən biri digərindən 2 rəqəm daha çox var. Cəmin 2500 olduğu nəzərə alsaq, deməli bu ədədlərdən biri 4 rəqəmlidir, biri 2 rəqəmli. 4 rəqəmli ədəddən bir rəqəm silir. 2 rəqəmli ədədin sonuna bir rəqəm yazır və hər ikisi eyni ədəd alınır. 3 rəqəmli ədəd alınır və eyni ədəd alınır. İndi baxaq. Silinən rəqəmdən başlayacağım burada. Digərinin sonundan deyir 6 rəqəmi silinir. Deməli bu 4 rəqəmli ədədin axırıncı rəqəmi 6-dır. Birinci ədədində, yəni 2 rəqəmli balaca ədədimizin də sonuna 7 yazanda eyni cavab alınır. Bunun sonunda da 7 yazır. Başlanğıcı uşaqlar olsun AB, bizim o 2 rəqəmli ədədimiz AB olsun. Bunun sonuna 7 yazır. Bu əvvəlki ədədimizdə, 4 rəqəmli ədədimizdə daha doğrusu AB 76-dır. Buradan 6-nı silir. Yəni nəticədə burada da AB 7 qalır. Burada da AB-nin sonuna 7 yazıram, AB 7 olur. Yəni ilk vəziyyət ədədlərimiz AB 76 və AB-dir. Birinin sonuna 7 yazıram, AB 7 olur. Birinin sonundan 6-nı silirəm, AB 7 olur. Və bizə deyir ki, bu ədədlərin cəmi nədir? 2500. Yəni AB 76 ilə ədədimizin, AB-nin 2 rəqəmli ədədimizin cəmi 2500-dür. 6 ilə nəyi toplasam 0 ilə bitər? 4. 1 yadda, 7, 1 də yadda 8, A da oldu 2. Bizdən də balaca ədədin rəqəmlərin cəmini istəyir. 2 üstə gəl 4, 6. 11-ci sual. AB 23, BC 11, A üstə gəl, B üstə gəl, C-ni tapın. Bunlar natural ədəddir. Bunlar natural ədəd olduğu üçün 23 və 11-in hər ikisi sadə ədəddir və hər ikisinin bölündüyü ədədlərin ortaq ədəd sadəcə 1-dir. Burada da ortaq vuruq B olduğu üçün deməli B-miz 1-dir. A-mız 23-dür. B 1 olanda C də 11-dir. Bunların deyil cəmini tapıram. 35. Eyni şey 12 üçün də keçərlidir. Sualı heç götürməyəcəm. AB 19-dur. AB 19-dur. BC 7-dir. Buradan da görürəm ki, B 1-dir. A 19-dur. C-miz də 7-dir. Cəmləri də 27 eləyir.
13-cü suala baxaq. 7y bərabərdir 8z və x bərabərdir 2z. X üstəgəl y üstəgəl z-in ən kiçik qiyməti. Uşaqlar, belə bir sual üçün birinci biz təyin eləyək ki, bu ədədlərdən ən balazası hansıdır? Hansının əmsalı natural ədəd olduqları üçün ən böyükdürsə, o daha balacadır. Yuxarıda 7y və 8z-də əmsalı daha böyük olan z-dir. Deməli, z ən balaca ədəddir. Aşağıda da x bərabərdir 2z-dən görürəm ki, z elə x-dən də balacadır. Z bunların ən balacasıdır. Və 8z 7y bərabərdirsə, deməli bu z qardaş 7-yə tam bölünür. Ən kiçik nə olar? Elə 7-nin özü olar. Z 7 olsa, y-imiz olacaq 8, z 7 olsa, x-imiz olacaq 14. 14 üstəgəl, 7 üstəgəl, nə idi? 8. 29. 14-cü sual, oxşar sualdır. 14-də də 4y bərabərdir 7z, x bərabərdir 3z. Yenə başlayaq burada. Z ən azı 4-ə bölünməlidir. 4-dür. Y oldu 7. Z 4 olanda x-imiz də oldu 12. 12, 4, 7. 23. Oldu cavab. Neçə sualdır bu? 21 sualdır. 15. 4a üstəgəl 5b bərabərdir 90 olarsa, 5a üstəgəl 4b-nin ala biləcəyi ən böyük qiymət. Baxın uşaqlar, nə axtarıram? 5a üstəgəl 4b böyük alınsın. Birinci burada başlayaq a və b-ni tapmaqdan. Burada a və b-ni necə tapacam? Bu şərti ödəyən birinci bir qiymət tapmalıyam. Bu qiyməti necə tapıram? Əmsalı böyük olana baxıram. Deyirəm ki, 95-ə bölünsə, b 18 çıxaram, onda a-ya 0 qalar. Ona görə b-yə 18 verə bilmərəm. B-ni azaltmalıyam. B-ni necə azaldıram? Baxın, bu 18-i yazdım, rahat görün. Bu da 0 çıxır. Dediyim kimi, natural ədəd deyil, bunlar ola bilməz. Növbəti qiymətləri tapanda artıq b-nin qiymətini a-nın əmsalı qədər azaldıram. A-nın qiymətində b-nin əmsalı qədər artırıram. Fikir verin, 4 dəfə 5, 20, 5-i də 14-ə vuranda 70, 90 eləyir. Bu birinci qiymət ola bilməz. 5 və 14-dən sonra bu eyni proses davam edir. Bu 4 azalır. Bu 5 artır. Bu 4 azalır. Bu 5 artır. Bu 4 azalır. Bu 5 artır. İndi bizə 5a üstəgəl 4b-nin ən böyük qiyməti lazımdır. Burada əslində məntiqlə a-nı 5-ə vuracağım üçün ən böyük variant a-nın əmsalının ən çox alındığı cavabdan çıxar yəqin ki. Amma biz yenə də yoxlayaq. 20 və 2-ni yerinə qoysam 108, 70, bəli, elə ən çox oradan çıxır. 5 vur, a-ya 20 verirəm, b-yə 2. Bu edir 108. Digərlərində yerinə qoyub yoxlasaq görəcəyik ki, azala-azala gedir. Məntiq nə idi? 5a üstəgəl 4b deyir. A-nın əmsalı daha böyükdür. A-nın ən böyük qiymətini seçdim. Bir dənə də buna aid sual var. 16-cı sualda baxaq. 6a üstəgəl 7b 103. İndi burada 103 bunlardan heç birinə bölünmür. Əsas məsələ bir dənə qiymət tapa bilməkdir. Məsələn, mən ağlıma ilk gələn a-ya 16 versəm, b-yə də 1. 96 ilə 7 103-ü verir. Bunu belə yanaşmaq olar. Sonra nə dedik? Mən a-nı maksimum verdim də. A 16-dan çox ucala bilməz. A-nı deməli azaldacam, b-ni artıracam. A nə qədər azalacaq? B-nin əmsalı qədər. 9. Bu artdı. 7 oldu. 54, 49. Bunu da 7 azaldıram 2. Bu da 6 artır. Yenə amma 7a üstəgəl 6b dediyi üçün mən a-nı ən çox olduğu variantı seçəcəm. A çox olsun. B daha az olsun. 112, 118. Aha, bu da belə. Gəldik 17-ci suala. Bunlardan sonra asan gələcək 17. 17-ci sualın oxşar tipi əvvəlki bölmədə də var idi. AB çıx BA uşaqlar. Baxın. AB çıx BA. Bu 10A üstəgəl B'dir. Bu da 10B üstəgəl A'dır. Bu çıxması nə alınır? 9A çıx 9B alınır birincidə. Bu eləyir 3A çıx 2B'yə bərabər verib. Alınır 6A bərabərdir 7B.
Bu şərti ödəyən rəqəmlərdə A7-dir, B6-dır. Hansı variant ödəyir bunu? A7, B6. Çıxanda 1 eləyir, toplayanda 13 eləyir. C-nə nə? İkinci, AB nədir? 10A üstəgəl B-dir. Bu da 7A üstəgəl 6B-dir. 3A bərabərdir 5B alınır. A 5 olur. B də 3. A5, B3. Deməli A variantı ödəyir. 5 ilə 3 olan başqa şərt ödəyən yoxdur. Bir də A variantı ödəyir. Yəni bunu da bunun üstündə yazım. Üstündə yazmayayım, bu daha uzundur. Bu ədədimizdə necə yazılır? Bunu 100A üstəgəl 10B üstəgəl 5 çıx. Bu 10A üstəgəl B hər ikisinin işarəsi dəyişir çıxma olduğu üçün. Çıx 10A çıx B 266. 90A üstəgəl 9B bərabərdir 261. 90A-nı 90 desək də 9 yazdıq. Hər tərəfi 9-a bölürəm. 10A üstəgəl B bərabərdir 261-i 9-a bölünür 29. Bu şərtdə ancaq A2, B9 olarsa alınır. B çıx A7. D variantı da bura gedir. Qaldı bu bölmənin son 4 sualı. 2 rəqəmli ədədin əvvəlini və sonuna bir rəqəmi yazılarsa, alınan 4 rəqəmli ədəd verilən ədəddən 21 dəfə böyük olar. Deməli belə, ədədimiz AB-dir. Biraz AB. Bunun əvvəlinə də 1 yazıram, sonuna da 1 yazıram. Deyək ki, alınan ədəd əvvəlki ədəddən 21 dəfə böyük olur. Bu mən artırmışam, yoxsa bu qədər çoxalıb. Bərabərdir 21 vur AB. Bu nətə yazırıq uşaqlar? 1000 üstəgəl 100A, 100-lü 100-ə vurduq, 10-luğu 10-a vurduq, üstəgəl 1. 21 vur 10A üstəgəl B. Alınır 1001 üstəgəl 100A üstəgəl 10B bərabərdir 210A üstəgəl 21B. Aha. Buradan da 210A'dan bunu çıxsam 110A üstəgəl 21B'dən 10B çıxanda 11B 1001'ə bərabərdir. Bunların hamısı 11'ə bölünür. 11'ə bölürəm 91 10A üstəgəl B. Buradan da A çıxır 9, B çıxır 1. 2 rəqəmli ədəd də olur 91. 19-cu sual oxşar sualdır. 2 rəqəmli ədəddir A və B. Əvvəlinə və sonuna 2 rəqəm yazılır. Əvvəlki ədəddən 32 dəfə böyük olur. Necə yazıram bunu? Baxın 2002-də bu 2002 üstəgəl 100A üstəgəl 10B bərabərdir. Bunu da birbaşa yazın. Bu 10A üstəgəl B'dir. 32'yə vursam 320A üstəgəl 32B. Buradan da alınır 320'dən 100 çıxanda 220A üstəgəl 22B 2002. Hər tərəfi uşaqlar 22'yə bölürəm. 2002'ni 22'yə böləndə nə düşür? 2002'ni 22'yə böləndə nə düşür? Niyəsə bölün 9, 2, 22, 91 düşür. 91. 22'yə bölürəm 10A və B. Buradan da A9, B1 çıxır yenə. Yenə oldu bu ədəd. 91. Eyni cavab alındı. 20-ci sual. 50 manat pulu olan Akif biri 3 manatdan olan ən çox neçə kitab ala bilər ki, onun qalan pulu 7 manatdan az olmasın? Bu kitabların sayı tutaq ki, A dənədir. K dənə olsun kitab. 3K. 3 manatdan 3K qədər pul xərclədi. 3K qədər pul xərclədi. Bunun var 50 manat pulu, 3K pulu getdi. Deyir ki, qalan pulu 7 manatdan az olmasın, yəni böyük bərabər olsun. Buradan 7'ni bu tərəfə atsam, 43 böyük bərabər 3K. Buradan da 43'ə böləndə, əgər K 14 olsa, 3 vur 14 42 eləyir. Yəni bunun qalan pulu 7 manatdan az olmamış oldu. Ən çox soruşur yəqin ki, ən çoxu 14 dənə ala bilər. 40 manat pulu var
Arifin bu dəfə Arifin pulu Akifdən azdır. 2 manatdan neçə kitab ala bilər? 2K. 40-dan 2K çıxanda deyir ki, 5 manatdan az olmasın. Böyük bərabər olsun. Buradan da 35 böyük bərabərdir 2K. Yenə eyni şey. K-nı neçəyə vursam 35-i keçməyəcək. Ən çox 17 ola bilər. K 17 olarsa bunun qalan pulu 5 manatdan az olmaz. Bu da bu dərsin və bölmənin son sualıdır. Sağ olun şagirdlər.